Göbələk dəmir mənbəyidir. 100 qram göbələyin tərkibində 1 mg dəmir var. Göbələyin tərkibində olan dəmir tez bir zamanda öz təsirini göstərir. Göbələk kalium və mis mənbəyidir. Göbələk kalium mənbəyidir. Bu maddə qan təzyiqinin aşağı düşməsinə yardım edir. Ürək infarktı riskini azaldır. Göbələyin tərkibində olan kalium banan və 1 stəkan portağal suyundan daha çoxdur. 5 ədəd göbələk bədənin misə olan ehtiyacının 20-40%-ni təmin edir. Bununla yanaşı immun sistemini qaldırır. Göbələk selen mənbəyidir. Selen hüceyrələri qoruyan antioksidantdır. Müşahidələr göstərir ki, gün ərzində müəyyən edilən miqdardan 2 qat çox selen qəbul edənlərdə xərçəng riski 65% az olur. Göbələklərdən qədim zamanlarda dərman hazırlanırdı və müxtəlif xəstəliklərə qarşı istifadə edilirdi. Misal üçün, Yaponiyada və Çində ürək xəstəliklərinə, müxtəlif xəstəliklərə qarşı müqaviməti gücləndirmək, soyuq dəymə və qripə qarşı istifadə edilirdi. Bəs göbələkləri necə seçmək lazımdır? Sağlam və zərər görməmiş göbələkləri almağa çalışın. Kağız paketdə onu bir həftə soyuducuda saxlaya bilərsiniz. Göbələkləri əvvəl təmizləyib, sonra yumaq lazımdır. Onun konservindən, qurudulmuşundan və dondurulmuşundan istifadə edə bilərsiniz.